Yuxuda ata görmək müxtəlif mənalara gələ bilər və yuxunun yozumu, yuxunun detalları, atanızın yuxuda necə göründüyü və sizinlə necə davrandığına bağlı olaraq dəyişir. Əsas yozumları aşağıdakılardır. 1. Qoruma və dəstək. Ata obrazı yuxuda çox vaxt qoruyucu və dəstəkverici simvol kimi görünür. Əgər yuxuda atanız sizi qoruyursa və ya sizə nəsihət verirsə, bu, real həyatda sizə kömək edəcək birinə ehtiyacınız olduğunu və ya ailə dəyərlərinin sizin üçün önəmli olduğunu göstərə bilər. 2. Avtoritet və məsuliyyət. Ata, eyni zamanda avtoritet və məsuliyyətin simvoludur. Əgər yuxuda atanız sərt və ciddi görünürsə, bu, sizin real həyatda müəyyən qaydalara əməl etməli olduğunuzu və ya bir məsuliyyəti üzərinizə götürməli olduğunuzu bildirə bilər. 3. Həsrət və duyğusal bağlantı. Əgər atanız sağdırsa və siz onu yuxuda görmüsünüzsə, bu onunla daha çox vaxt keçirmək istədiyinizin və ya ona qarşı sevgi və hörmətinizin əlaməti ola bilər. Əgər atanız dünyasını dəyişibsə və siz onu yuxuda görmüsünüzsə, bu ona olan həsrətiniz və ya ondan alınan bir dərsin sizə təsir etdiyini göstərə bilər. 4. Xəbərdarlıq və işarələr. Bəzi hallarda yuxuda ata görmək bir xəbərdarlıq və ya yönləndirmə ola bilər. Əgər atanız yuxuda sizə nəsə deyirsə, bu sözlərə xüsusi diqqət yetirmək lazımdır, çünki şuuraltınız sizə bir mesaj göndərir. 5. Problemlər və qarşıdurmalar. Əgər yuxuda atanızla mübahisə edirsinizsə və ya onu narahat görürsünüzsə, bu, sizin real həyatda avtoritet fiqurları, rəhbər, müəllim, böyüklər ilə problemlər yaşadığınıza işarə edə bilər. 6. Uğur və rifah. Bəzi inanclara görə, yuxuda ata görmək iş həyatında uğur qazanacağınızı və ya maddi rifahın artacağını bildirir. Əgər atanız yuxuda sizi xoşbəxt görürsə, bu, işlərinizin yaxşı gedəcəyinə işarə ola bilər. 7. Atanın xəstə və ya kədərli görünməsi. Əgər atanız yuxuda xəstə və ya üzgün görünürsə, bu, real həyatda diqqətli olmağınız lazım olduğunu göstərə bilər. Maddi və ya ailə problemlərinə qarşı tədbir görməyiniz tövsiyə olunur. Yuxunun tam mənasını anlamaq üçün onun bütün detallarını nəzərə almaq lazımdır. Yuxunuzda atanızla necə ünsiyyətdə olmağınız, onun sizə nə deməsi və hansı vəziyyətdə olması yozumu dəyişdirə bilər. Belə videoların davamı üçün kanala abunə olmağı unutmayın.